Sən məni zəhərləyirsən, mənim övladlarımı zəhərləyirsən, mənim əzizlərimi, mənim millətimi zəhərləyirsən. Məhsuldarlığı artırmaq üçün nələr etmək mümkündür? Təbii üsullar varmı bunun üçün? Silitrayna, keşin şüyüd ya, bu qadağan olunmuş maddədir, bunu vermək olmaz. Sən bunu böyütdün, geçədir, gözəldir, görsənir. Ancaq pulu, ancaq qazancı fikirləşirlər. Onsuz da təbii yolla da bunu əldə eləmək olar. Bugün torpaqlarımız nədən zəhərlənir? Kimyasal yolla yetişdirilmiş məhsullar insanlığa, bəşəriyyətə zərər vurur. Zərər vericinin özünün də faydalı tərəfi nədir? Onunla quşlar qidalanır, həmən quşların ətindən də biz qidalanırıq. Paytaxtımızda, Bakıda qarğaların sayı xeyli artıb. Milçəyə necə baxırsınızsa, qarğaya da elə baxın da yəni. Təbiətin özünü nizamlama prosesinə kənar müdaxilə sayıla bilərmi? Bütün 10 milyon əhalini sal dənizə ki, get balıq tut, o balığın kökünü siz kəsə bilmərsiniz. Hər vaxtınız xeyir, Hardan Başlamalı efirdədir. Haradan Başlamalının bu dəfəki qonağı botanik Emin Xudayevdir. Emin bəy, xoş gəlmisiniz. Xoş gördük. Mən də izləyiciləri salamlayıram. Ümid edirəm ki, faydalı məlumatlar verərik. Bəli, biz də bunu ümid edirik. Ümumiyyətlə, sizin fəaliyyət göstəriniz sahəniz üzrə cəmiyyəti maraqlandıran bir çox suallar var. Biz də çalışacağıq ki, müzakirəmiz çərçivəsində həmin o vacib, eyni zamanda faydalı istiqamətdə müzakirəmizi davam edək. Əvvəlcə ondan başlayaq ki, bugün torpaqlarımız nədən zəhərlənir? Torpaqlarımız deməli, havaya, atmosferə buraxılan zəhərli qazlardan zəhərlənir. Birinci səbəbi budur. Və ikinci səbəbi də əkin sahələrində kimyasal dərmanlardan istifadə edirlər. Bu da torpağın keyfiyyətini aşağı salır, zəhərləyir, demək olar ki, məhv eləyir. Həm torpağı məhv eləyir kimyasal maddələr, həm bitkiləri, həm həşəratları və sonunda da insanlara zərər verir. O dediyiniz kimyəvi maddələri bilərəkdənmi istifadə edirlər, yoxsa bunun təyinatı başqadır? Kimyasal maddələri belə deyək də, ən çox mən buna dələduz adı verirəm. Dələduz işbazları istifadə edir ki, mal məhsul daha həzmli, daha rəngə parlaq, daha gözəl görsənsin. Amma onun tərkib hissəsi insan orqanizminə nə qədər zərərli olduğunu bir çoxları bilir, bir çoxları da müəyyən bir qismi də bilmədən bu işlə məşğuldurlar. Sadəcə olaraq qazanc güdürlər də, yəni qazanc məqsədi ilə. O kimyəvi maddələrin təyinatı nədir? Yəni meyvənin və yaxud da ki, tərəvəzin həcmini mi böyütmək, sayını mı artırmaq? Bəli, elə kimyasal yollar var ki, sayını artırır, elə kimyasal yollar var ki, parlaqlıq verir, elə kimyasal yollar var ki, məhsulu daha çox əldə eləmək olur. Yəni bu kimyasal yolla yetişdirilən məhsul. Amma halbuki bunu təbii yolla eləmək mümkündür və eləmək olar. Gəlin təbii yolları keçməmişdən əvvəl həmin o dediyiniz kimyəvi maddələrin üzərində bir balaca qalaq. Ən çox hansı tərəvəzlərdə? Belə başlayıram ki, daha çox tərəvəzlərdə biz bunu görürük, yoxsa başqa məhsullarda da var? Bütün, bax, üzr istəyirəm, bu dəqiqə hər hansı bir marketə girsəz, orada orqanik məhsul tapmağınız qeyri-mümkündür. Mən özüm şəxsən, məsəl üçün, girirəm, baxıram, istəyir qurumuş məhsullar olsun, onlara da qatqı vururlar, yumuşaqlığı itməsin, müddəti uzun qalsın, kiflənməsin. İstərsə də, yəni marketlərdə satılan məhsulların demək olar ki, 99%-i yəni kimyasal tərkiblidir. Bunlar da bizim kodumuza təsir qoyur. Baxın, o dediyiniz tərəvəzlərin bir neçəsinin adını çəkə bilərikmi ki, məhz həmin o kimyəvi təsirin nəticəsində bizim süfrələrimizə gəlib çıxır? Qidalandığımız bütün tərəvəz məhsulları, pomidorudur, xiyardır, bibəridir. Kartof da varmı bu? Kartof da, əlbəttə kartofu hətta tamam başqa sahələr üçün yetişdirilən kartofları gətirirlər bazarda. Texniki kartoflar. Texniki kartofları bazarda satış edirlər. Yəni bunlara nəzarət yoxdurmu, bilmirəm indi hansı səviyyədədir. Yəni hazırki durum yəni insanlığı, bizim millətə yəni çox zərər vurur. Yaxşı, bəs bu dediyimiz həmin o dəyişikliklərə, kimyəvi müdaxilələrə kim nəzarət etməlidir? Məhsul yetişəndən sonra bazara gələndə, onların üzərində həmin o laboratoriyalar əsasında və yaxud da ki, digər araşdırmalar əsasında kim aşkarlamalıdır ki, bu tərəvəzin tərkibində insan sağlamlığı üçün zərərli maddələr var, yoxsa yox?
İlk öncə bu sahə üzrə professional mütəxəssislər yetişdirilməlidir. Açığı mütəxəssislər var. Sadəcə olaraq o mütəxəssislər görərsiniz ki, özü həvəskar işlə məşğuldur, ya həyətində məsəl üçün əkir, becərir, yollarını bilir. Yəni şərt oxumaqla deyil, yəni ali savadla da deyil. Yəni o mütəxəssisləri bir qurum yaratmaq lazımdır, cəlb eləmək lazımdır. O mütəxəssislərin fikirlərini öyrənmək lazımdır, həmin işə cəlb eləmək lazımdır və sonunda laboratoriya yaratmaq lazımdır ki, həmin laboratoriyadan keçən məhsulları bazara buraxsın. Axı bizim bu sahə ilə məşğul olan dövlət qurumumuz da var, elmi tədqiqat institutları da var, yəni elm ocaqları da var. Siz əlavə bir qurumun da yaranmasını mı istəyirsiniz? Əlavə bir qurum ya həmin qurumda dəyişiklik olunmalıdır, ya da ki, əlavə bir qurum yaransa, onların, belə deyim də, örtbasdırmı deyim, yəni necəsə etdiyi şeylərin hamısı üzə çıxacaq. Yəni bu, əslində bu kimi hallara yol verməyin özü bir cinayət məsuliyyətidir. Məncə bunun qarşısını almaq lazımdır. Sözün əsl mənasında bizim xalqımıza çox zərər vururlar. Kimyasal yolla yetişdirilmiş məhsullar birbaşa bütün insanlığa, bəşəriyyətə zərər vurur. Bu məsələ ilə bağlı aidiyyatı qurumlara mı olsun və yaxud da ki, özünüz sosial şəbəkələrdə bununla bağlı çağırışlar etmisinizmi ki, bu tərəvəzlərə, bu meyvələrə kimyəvi müdaxilələr olur, ey insanlar, bu barədə xəbəriniz olsun, aidiyyatı dövlət qurumu, siz niyə buna nəzarət etmirsiniz? Bununla bağlı bir botanik olaraq müraciət etmisinizmi? Açığı çağırış etmişəm, sosial şəbəkələrdə bu barədə məlumat vermişəm. Müəyyən efirlərdə də bu barədə demişəm. Sadəcə olaraq bizdə cəmiyyət elə bir şuurda formalaşır ki, artıq bunu da siz özünüz də müşahidə edirsiniz. Yəni, faydalı məlumatlardan elə bir insanlar qaçır, qəbul eləmir. Faydasız, özünüz bilirsiniz, indi məsəl üçün bir çox platformalarda, sosial şəbəkələrdə baxırsan ki, yəni mənasız bir şeyin izləyicisi, kütlə sayı həddindən artıq çoxdur. Amma bayağı mövzular nəzərdə faydalı mövzu gedəndə heç kim maraq göstərmir. İndi mən məsəl üçün öz platformamda diskussiya aparırıq, alimlərlə yığışırıq, məsəl üçün müəyyən bir mövzu ətrafında diskussiya aparırıq, cəmaatı maarifləndirik. Baxırıq, görürük ki, 20 nəfər, 50 nəfər adam izləyici var. Amma bir dənə belə yuxarı eləyirsən, başqa platformaya baxırsan, görürsən ki, bu əxlaqsızlıqda, nə bilim, digər hallarda bunların yəni faydası olmayan, zərəri olan bir şeylərə insanlar daha çox meyillidir. Təəssüflər olsun ki, negativ daha cəlb edici olur. Düzdür, amma əyrinin o hərəkəti istər-istəməz cəlb edicilikdir. Amma biz çalışırıq ki, hər zaman hardan başlamalıdır, həm sosial platform üzərində, həm də öz kanalımızda faydalı mövzuları üst tutaq. Mən istərdim yenidən o kimyəvi müdaxilələr məsələsinə qayıdaq. Axı, məsələn, kimsə bir böyük bir torpaq sahəsi əsasında, orada kənd təsərrüfatı sahəsi salıbsa, o eyni zamanda gəlir qazanmaqdan savayda insanların sağlamlığını da düşünməlidir. Amma gəlin etiraf edək ki, hansısa bir sahibkar o cür kimyəvi müdaxiləni edə biləcək adam deyil. Bunu kimsə ya sizin həmkarlarınızdan, ya da kimlərdirsə də yararlanırlar. Baxın, bəs o sahibkarların bunlardan xəbəri varmı? Və yaxud da ki, idarə edən dövlət qurumlarında cavabdeh şəxslər bundan xəbərdardılarmı? Sahibkarlar bilirsiniz necədir? İnvestor deyək də. Məsələn, pul var adamda. Deyir ki, mən bu işi qurmaq istəyirəm. Məsəl üçün, gilas bağı salmaq istəyirəm Qubada. Məsəl üçün, o bəzi adamlar pul əldə eləməkdən ötürü və bunu da inandırırlar ki, həmən sahibkarı da inandırırlar ki, hə, sən bunu satacaqsan, biz becərəcəyik, neçə ton məhsul yığacağıq, aparacağıq, filan ölkələrdə satacağıq, yaxşı pul əldə eləyəcəyik. Və bu da sahibkarda artıq onun tərkibi maraqlı deyil onun üçün. Artıq o fikirləşir ki, mən nə qədər pul qazanacam. Mən bu qədər pulu qoyuram, məsəl üçün tutalım 100 min qoydum, müqabilində 250 min, 300 min pul qazanacam. Bu tərəfin fikirləşirlər. Ancaq qazancı fikirləşirlər. Düşünmürlər ki, qazanc bu deyil. Qazanc odur ki, ətrafa sənin faydan olsun. Sənin cəmiyyətimizə faydan olsun. Yəni, onsuz da təbii yolla da bunu əldə eləmək olar. Məsəl üçün də misal olaraq birini deyim.
kimyasal yolla dərmanlayırlar, həşəratları məhv eləyirlər, güyamışın indi meyvəni qoruyurlar. Bax, 2 dənə acı bibərin qurusu, 1 diş sarımsaq, 200 qram da sirkə. Bunları əzirsən, qatırsan bir yerə, cunadan indi ev şəraitində deyirəm də, keçirdirsən, norması 5 litr sudur. 5 litr suya qatırsan, vurursan meyvələrin üzərinə. Bir dənə zərər verici gəlib yaxınlaşmayacaq ona. Gəlib dişləyəcək, acılığı hiss eləyəcək, o tamı hiss eləyəcək, uzaqlaşacaq, kənarlaşacaq. Bu olduğu halda, bu təbii hal olduğu halda nəyə görə biz kimyasal maddələrdən istifadə etməliyik? Kimyəvi maddələr eyni zamanda torpağı da zərər vurur və cücüləri də öldürür. Həşərat, 700 min həşərat növü var. 700 min həşərat növünün cəmi cümlətanı 300 mini zərər verəndə. Qalan hamısı faydalıdır. Yəni biz o böcək var. May böcəyi də deyirlər ona. Parabüzən də deyirlər. Parabüzən, hə. Onun məsəl üçün o ağac gənələrindən qidalanır. Ağac gənələrini yeyir. Məsəl üçün bir bağlı sahədə, parnik sahəsində mən müalicə üsulun onun yetişdirməklə, onu orada çoxaltmaqla məşğul oluram. Məsəl üçün deyirəm, bu dərman kimi bunu istifadə edirəm. O ağac gənələrin yeməyindən ötürü. Məsəl üçün heç zərər vericinin özü də bir tərəfdən, zərər vericinin özünü də öldürmək. Zərər vericinin özünün də faydalı tərəfi nədir? Onunla quşlar qidalanır. Həmən quşların ətindən də biz qidalanırıq. Bax, məsəl üçün dana dişidir, may böcəyidir, çəyirtkədir, bu kimi zərər verici həşəratlar biz dərman vuranda qırılır, məhv olur. Amma bu məhv olanda burada kəhlik də azalır, turaş da azalır, nə bilim, sığırsın da, sərsə də hamısı. Kitablardan oxuduğumuz bir nümunə var idi. Qədim dövrlərdə Çin hökmdarı, səhv etmirəmsə Çin hökmdarı idi, belə yadımda qalıb. Sərçələrin qırılması əmrini verir və ondan sonra taxıl zəmilərində çəyirtkələrin sayı artır, məhsuldarlıq aşağı düşür və sonradan başqa ölkələrdən həmin o sərçələri gətirərək təzədən təbiətin o nizamını bərpa etməyə çalışırlar. Demək ki, bu proses bir-birinə zəncirvari asılıdır. Mütləq, hamısı bir-birinə zəncirvari. Biz nə müdaxilə eləyiriksə, biz müdaxiləni necə eləməliyik? Biz ağaca calaq verməli deyilik. Bu kodu dəyişməkdir, ağacın kodunu dəyişməkdir. Biz onun məhsulunla qidalananda bizim kodumuz da sınır, bizim kodumuz da dəyişir. Biz ancaq nə edə bilərik? Müdaxiləni necə eləyə bilərik? Məsəl üçün, ağacda erkək qanad var, dişi qanad var. Erkək qanad boy verəndir, dişi qanad məhsul verəndir. Dişi qanaddan, məsəl üçün, yaxşı məhsul götürməkdən ötürü, məsəl üçün, müdaxiləni hansı formada eləyirik? 3 göz, 5 göz buraxırıq, onu buduyuruq. Həmən dişi qanaddan məhsul həm həcmli olur, həm də bol olur, saxlama qabiliyyəti olur. Liderin, məsəl üçün, istədiyin boyu aldıqdan sonra liderin vurursan, yəni erkək qanadını vurursan, ondan sonra ağac özündə güc toplayır, gücü verir məhsula. Biz bu formada, məsəl üçün, müdaxilə eləyə bilərik. Amma sən dur, ağacı calaq elə, sonra gətir buna kimyasal gübrə ver, buna dərman ver. Yəni, bunların hamısı qadağan olunmalıdır. Sözün əsl mənasında qadağan olunmalıdır. Bu kimi hallar yəni bizə mənfi təsir göstərir. Amma Emin bəy, mən xatırladığım qədərilə Sovet dövründə də böyük sahələrə, bağlara məhz o dediyiniz həşəratlardan qorunmaq üçün kütləvi şəkildə ya təyyarə ilə, ya xüsusi üsullarla həmin o dərmanlar da vurulurdu. Demək ki, bu proses son 10 ilin, 20 ilin, 30 ilin prosesi deyil də, Sovet dövründə də olub. Bəli. İndi mən bu tərəfini izah edeyim. Deməli, Sovetin dövründə həşəratlar aşırı dərəcədə çoxalarsa, bunun qarşısını alırdılar. Bizdə çoxaldı, çoxalmadı, bu dərmanı vururlar. Ki, yaz fəsli gəldi, bu dərmanı vurmaq lazımdır. Yay fəsli gəldi, filan dərmanı vurmaq lazımdır. Belə deyil. Əgər sənin, belə deyim, ağac gənəsi, deyək ki də, sivalaq xəstəliyi və digər xəstəliklər aşırı dərəcədirsə, aşırıdırsa da bu xəstəlik, o zaman vurmalısan o dərmanı. Yoxsa sən, məsəl üçün, vurursan, indi belə deyək də, gübrə verirlər torpağa. Sən o gübrəni verirsən ki, həşəratları məhv eləyəsən, neynəyəsən, bizə o lazım deyil. Adi bir taxta kömür, misal olaraq, indi bu faydalı təbii tərkibli dərmanlardan qorunmağın təbii yollardan birini deyirəm. Taxta kömür həşəratları, zərər vericiləri o ağacın kökündən uzaqlaşdırır. Hansı ağacın kömürü olmağı önəmlidirmi, yoxsa yox? Fərqi yoxdur. Bir dənə taxta kömür atırsan ağacın dibinə, onun
məsamələri olur o taxta kömürdə. O məsamələr isti havada genəlir, axşam düşəndə yığılır. Həmən o yığılıb asılan vaxtda çırt-çırt belə səs buraxır. Həmən o çırt-çırt səs həşəratlarda vahimə yaradır. Elə bilir ki, orada yanğın gedir. Ona görə oradan qaçırlar. Yəni bu kömür olduğu yerdə bunun üçün bir dahi olmaq, bir şey sadəcə olaraq bir balaca baş işlədib o müəyyən şeyləri eləmək lazımdır. Bunlar siz hamınız özünüz sınamısınız. Bəli, bunların hamısını mən danadişin qoyuram yerə, taxta kömürü atıram yerə. Ocaq yandırıram, daha doğrusu çubuqla real təhlükə yaradıram danadişiyə. Danadişi kömürə tərəf getmir. Real təhlükəyə tərəf gedir, kömürə tərəf getmir. Kömürdən orada elə bilir ki, yanğın var, yanğın gedir. Onu mən özüm araşdırıb məsələn tapmışam. Bir dəfə o bir veriliş var idi Discovery-dən, oradan izləyirdim. Baxdım, gördüm ki, 3 kilometr uzaqlıqda meşə yanır. Həşəratlar artıq buradan qaçır. Bunun gözü harda, qulağı harda? Amma yanğını necə görə bilər bu? Onlarda instinkt var, hiss eləyirlər, o səsləri eşidirlər. Hissiyatları güclüdür. Hə, hissiyatları güclüdür. O səsləri eşidirlər ona. Ondan sonra elə belə məsələn axşam vaxtı idi. Oturmuşdum həyətdə, bir də gördüm ki, bir danadişi gəldi, uçdu, qondu qabağıma. Gəldim, dedim mən bunu görmüşdüm də, bir dənə elə belə yoxlayım. Manqalda kömür var idi. Kömürü atdım belə, düzdüm o tərəfə. Başladım danadişini qoydum, real təhlükə yaratdım. Ki görüm danadişi o kömürə tərəf gedəcəkmi? Real təhlükəni yaradıram, görürəm getmir o tərəfə, qaçır oradan. Və nəticə etibarı ilə onu aydınlaşdırdım ki, bəli, kömürün səs buraxır, o çırt-çırt deyilən, onu biz eşitmirik. Amma onlarda çox böyük vahimə yaradır. Onlar o səs eşidəndə dərhal qaçır. Məsələn, təbii yollardan biri budur. Çox var, yəni sadalamaqla bitmir. Bunlar olduğu halda nəyə görə kimyasal maddələrdən istifadə etməliyik? Yaxşı, əgər həmin o dediyiniz kimyəvi maddələrdən istifadə olunmasa, məhsuldarlığı artırmaq üçün nələr etmək mümkündür? Təbii üsullar varmı bunun üçün? Təbii yollardan, təbii yolla gübrələrdən biri budur. Deməli, yaxşı çürüntülü torpaq gətirirsən. Mən məsəl üçün misal olaraq birini deyirəm. Çürüntü torpağı 200 litrik boçkada tökürəm torpağı ora. Məsəl üçün, pomidor məhsulu yetişdi, məhsulu yığıram, pomidoru günün altında, o şitilin, belə deyək də, zoğun, yarpağın günün altında quruduram. Qurudandan sonra ovuram, o torpağın üzərinə tökürəm və torpağı qarışdırıram. Sonra damlama sistemi ilə nəmlik dərəcəsi verirəm. Nəmlik dərəcəsi verəndən sonra 200 litrə yarım kilo soxulcan tökürəm. Soxulcan 3 ay ərzində həmən torpağı yeyir, ifraz eləyir. Sonra həmən o torpaqda götürürəm, pomidoru əkirəm. Artıq pomidor özündən şirəni çəkir. Misal olaraq, Quba alması ilə, Gədəbəy kartofu ilə, Göyçay narı ilə, Sabirabad qarpızı ilə və s. və xülasədə bunlar niyə tanınır? Çünki əsrlərdir Qubada alma yetişir, yarpağı tökülür dibinə, çürüyür, alma özündən şirəni çəkir. Biz bunu, məsəl üçün, biz Qubada alma yetişdirmirik, öz Novxanda yetişdiririk, məsəl üçün, Bilgətdə yetişdiririk. Biz bunu Qubadan gedib torpaq gətirəsi deyil ya, biz bunu almanın, məsəl üçün, gözləyirik, yarpağı tökülür, qurumuş yarpağı çürüdürük, veririk torpağa. Daha tez gübrə əldə eləməkdən ötürü artıq onun soxulcanın şeyinə veririk. Soxulcan onu yeyir, ifraz eləyir. Bu dediyiniz proses nə qədər müddət çəkir? 3 ay ərzində bu torpağı hazır edir. Artıq bu 3 aydan sonra bu torpaq hazır olur. Gələn ildə məsəl üçün ağacın indi budanma vaxtı var da, budanma diblərinin açılma, o budadıqca diblər də açılır payız ayında. Diblərini açandan sonra o həmən o torpağı, o yarpağı tökürsən onun dibinə. Sonra indi qış vaxtı bir dənə təbii yollardan biri də budur. Möhkəm yaxşıca su verirsən şaxta düşəndə. Çünki qabıq altı, kök altı nə qədər zərər vericilər var, hamısını o yumurta qoyur da, qışı orada keçirtməkdən ötürü. Həmən o qış suyu o şaxta vurur, hamısını öldürür. İndi bu dəqiqə məsəl üçün qarışqa basıb da, bütün evə də girirsən, xırda qarışqalar basır. Məsəl üçün onun heç bir dərman vasitəsi qırmır. Yəni sən görürsən ki, üzdəkilər qırıldı. Amma o yumurtalar, milyonlarla yumurta var axı orada. O yumurtanı necə eləyəcəksən? Ona görə onları yaxşıca maruz düşəndə, şaxta düşəndə yaxşıca su verirsən, o su gedir, hopur o yumurtaların üstünə, o şaxta vurur, hamısı ölür. Mən məsəl üçün öz evimdə, həyət evimdə də orada
evin bütün qarışqaydı, xırda qarışqaydı. Ətrafın hamısını suladım, yaxşıca su verdim, şaxta vurdu. Da mənim növbəti illərdə mənim qarışqa evimdə Qarışqa dərmanına da ehtiyac duyulur. heç bir qarışqa dərmanı heç. Məsələn, bir qədər əvvəl Qubanı nümunə çəkdiniz, Quba alması ilə bağlı. Son illər müşahidə etdiyim qədərilə Qubada alma bağlarının yerinə gilas bağları salınma ənənəsi var. Bu təbiətin özünü nizamlama prosesinə kənar müdaxilə sayıla bilərmi? Bəli. Bu dəqiqə mən o Quba tərəfdə, o Xaçmaz tərəfdə çox oluram. Bu dəqiqə üstünlük verirlər gilasa. Yəni bazarda hansı daha çox satılır, daha çox gəlir əldə olunur. İnsanlar, sahibkarlar hücum eləyir ora. Gilasda məsələn xeyir daha çoxdur deyənə bu dəqiqə həmin o torpaqların çevrilirlər, almanı çevrilirlər, eləyirlər gilas. Amma yenə də deyirəm düzgün deyil. Qubanın məsəl üçün alma bağı varsa, alma bağını niyə ləğv eləyirsən? O qədər boş torpaqlarımız var, münbit torpaqlarımız var. Elə get bunu orada sal, sahibkarsan da imkanın var. Sal orada inkişaf elətdir bunu. Sən gətirib Qubada almanı kəsirsən. Onsuz da o Qubada o yetişdirilən alma da, o hamısını kimyasal yolla, torpağı da zəhərləyirlər, ağacı da zəhərləyirlər, calaq eləyirlər. Calağın yolu ilə o şeyin məsəl üçün şampan gilas deyirlər də, böyüdürlər, nə bilim həcmin, parlaqlığını verirlər. Yəni bunlar hamısı insan orqanizminə ziyandır, bizim kodumuzu dəyişiklik eləyir. Bizim növbəti nəslimizdə, bizdən dünyaya gələn övladlarımızda hansısa bir çatışmamazlıq əmələ gətirir. Əqli çatışmamazlıqdan tutmuş, gözünün rənginə kimi, bədənində müxtəlif əlavə orqanlarda çıxa bilir. Sonsuzluq, şəkər, təzyiq və s. və xülasə. Yəni sağlamlıq problemləri yaradır. Çox. Bunu belə deyim də, bu fikri nəyə əsaslanıb qeyd edirsiniz? Şəxsi təcrübənizəmi, araşdırmalarımı, elmi məqalələrimi, nəyə əsasən bu fikirdəsiz ki, biz məhz bugünkü qidalanma ilə bir neçə ildən sonra bunun daha çox fəsadını görəcəyik? Artıq görürük də. Artıq bu baş verib. Artıq 90-cı illərdən bu yana, yəni bu hal baş verir, çox təəssüfsüz ilə ki, bax, bazardan pomidor alın, qoxlayın, görün o pomidorun qoxusu gəlir. Amma biz uşaq vaxtı pomidoru dərirdik tağdan, ətri götürürdük, üstün duzluyurduq, çörəklə yavan-yavan yeyirdik onu. Əlimizdə saralırdı. Amma indi o pomidoru götürürsən, nə dadı var, nə onun, nətər deyimi, tamı var, heç nə yoxdur da. Elə sadəcə olaraq süfrədə bir yaraşıq görürük, başqa heç nə görmürük, şəklini görürük, süniləşib hər şey. O növünə görə deyilmi? Həmin o pomidorun, Xeyr. növünə görə deyilmi? Bax, hansı məhsulun, meyvənin, tərəvəzin qoxusu gəlirsə, onda təbiilik çoxdur. Daha çox gəlirsə, daha çoxdur təbiilik. Yəni pomidoru alanda qoxunuyun. Görün ətri. Məsələn, xiyarı aldın, qırdın, eləyirsən, qoxuluyursan. Görürsən ətri gəlirsə, deməli daha çox gəlirsə, təbiilik bunda daha çoxdur. İnsan orqanizminin faydası daha çox. Əksəriyyətində demək olar gəlmir. Demək olar ki, 99%-dən gəlmir. Hətta mövsümündə alınanda belə bəzən görürsən ki, o tərəvəzdə özünə məxsus qoxu olan olmur. Amma mövsümündə tapmaq daha rahat olur düşünürəm. Və mənim indi 48 yaşım var da, bu 48-ci ömrümü yaşayıram. Mənim o vaxtı yadımdadır ki, qonşularda kartoşka qızardanda ətri bürüyürdü aləmi. Ətri gəlirdi. İndi evin içində kartoşka qızardırlar. O kartoşkanın qoxusu gəlmir. O qoxunu, həmin o qoxunu hiss eləyə bilmirsən. Yəni bütün məhsullar, keşnişi, şüyüdü, silitra, keşniş, şüyüdü. Ya bu qadağan olunmuş maddədir. Bunu vermək olmaz. Sən bunu böyütdün, yekədir, gözəldir, görsənir. Sən nə edirsən, nə iş görürsən? Sən məni zəhərləyirsən, mənim övladlarımı zəhərləyirsən, mənim əzizlərimi, mənim millətimi zəhərləyirsən. Bəs siz necə qidalanırsınız hazırda? Mən məsəl üçün, mən qaçan uçan toyuğun ətindən qidalanıram. Mən 4-5 qarın doğmuş heyvanın əti ilə qidalanıram. Mən mayalı yumurta ilə qidalanıram. Və bütün millətimə də tövsiyə eləyirəm ki, eynən bu formada
Yəni doğmamış heyvanın ətindən qidalanmaq olmaz. Son vaxtlar məhz toyuqlarla bağlı məsələ cəmiyyətdə geniş müzakirə olundu. Elə bizim haradan başlamalı layihəsində də biz bu məsələyə kiçik də olsa toxunmuşduq. Toyuqlarla kənd toyuğu və broiler toyuğu müqayisəsi getdi cəmiyyətdə və hələ də demək olar ki, bu istiqamətdə müzakirələr davam edir və siz də hazırda demək olar ki, buna bənzər fikir səsləndirirsiniz. O zaman broiler toyuğu ümumiyyətlə yeyilməməlidir. Bəli, mən o verilişə baxdım. Mübariz Vəliyevin fikirləri ilə tam razıyam. Düzgün mövqeydədir. Ona o yolda uğurlar arzulayıram. Həqiqətən, yəni onu da heç kim qınamasın. Bir dəfə verilişin birində səsləndirdilər, bunun ali savadı yoxdur filandır. Einstein hansı universiteti bitirmişdi? Yəni o savad, o bilik fitri istedaddır. Onu oxumaqla qazanmaq olmur. Yəni olur, müəyyən mərhələ keçə bilirsən də. Yəni fitri istedad başqa şeydir. Deməli, broiler məsələsinə qayıdıram. Broilerdə biz qaçan, uçan toyuğun əti ilə qidalanmalıyıq. O toyuğun ki, o toyuq torpağı eşir, yerdən həşəratları tapır, qidalanır, ondan filtr olur ətindən. Biz həmən ətlə qidalanırıq. Mayalı yumurta yeməliyik, mayasız yumurta yox. Yəni xoruzu olan yumurta, toyuğun elə bir ki, xoruzu olan yumurtadan qidalanmalıyıq. Mayasız yox. O bizə sonsuzluq əmələ gətirir növbəti nəsillərdə. Yəni, bunların hamısı sadalamaqla bitmir. Vallahi bitmir. O qədər nöqsanlarımız var, o qədər. Bunların heç bir dövlət qurumu, bilmirəm, huşu kəsmir, qəsdən eləyir, nəzarət eləyən yoxdur bunlara. Bunlara baxmaq lazımdır. Nəhayət, indi biz inşallah ki, yəni bu verilişdən sonra da, bu çəkilişdən sonra da paylaşılar, cəmaət maariflənər, aidiyyatı qurumlar da dinləyər, ortaya bir nəticə çıxardarlar. Emin bəy, bizim xarici ölkələrdən aldığımız tərəvəz məhsulları var, meyvələr var və bir çox hallarda da vətəndaşların sosial şəbəkə üzərindən, müzakirələrdə, real müzakirələrdə səsləndirdiyi belə fikir olur ki, yəni biz özümüzü həmin o meyvə və tərəvəzlə təmin edə bilmirik ki, xaricdən alırıq. Tam təmin eləyə bilərik, tam. Artıqlaması ilə təmin də eləyə bilərik. Mən sizi inandırıram ki, bizim məsəl üçün neftin gəliri deyirlər ha. Neftin gəlirindən dəfələrlə də artıq o biz qazancı kənd təsərrüfatından ala bilərik. Dəfələrlə qat-qat artıq əldə edə bilərik. İsrail kimi ölkə o cür təbiətdə 70% kənd təsərrüfatı özü təmin edir. İstəyir maldarlıq olsun, quşçuluq olsun, tərəvəz məhsulları olsun, meyvəçilik olsun, lüboy kənd məhsulu. Azərbaycanın elə münbit torpaqları var ki, bizim Qarabağ bölgəsində, mən o bölgədənəm də, təpələr var, dağlar, təpədə böyük dağ boydu, nə boyda təpədir. Qazırsan, oradan çay daşı çıxır. Çay daşlarının çeşidləri var. Onları çeşidlərə bölsən, elə qiymətli. Bizim torpağımızın, yerimizin altı da, üstü də, o sərvəti o qədər zəngindir ki. Və bu dəqiqə, məsəl üçün, alıb aparırlar. İndi biz, məsəl üçün, başları çıxmır da, deyir, mən çay daşını yığdım, satdım. Amma xəbərləri yoxdur ki, burada kvars daşlar var, elə daşlar var, onun daşın tərkibində qızıl var. Elə daşlar var, o qədər faydalı daşlar var. Hansısa bir xəstəliyi aradan qaldırır o daş. Bildiniz nə deyirəm? Yəni, bilmirlər. Bunların üstündə bir institut yaradılmalıdır. Bu kənd təsərrüfatını əməlli başlı inkişaf elətdirmək lazımdır. Bu sahəni buradan qazanılan dövlətimizin, millətimizin qazancı daha çoxdur nəinki neftdən. Burası istifadə eləmək lazımdır. Emin bəy, mən istəyirdim bir balaca ağaclar məsələsinə toxunaq. Çünki biz təbii ki, kənd təsərrüfatı, meyvə istiqamətinə toxunduq, amma son vaxtlar Abşeron yarımadasında, Bakıda müşahidə etdiyimiz bir mənzərə var, ağacların anidən quruması. Bir neçə günü və yaxud ki, bir neçə həftənin içərisində çox sürətli şəkildə quruyurlar. Bu kütləvi də baş verə bilir, tək-tək ağaclarda da biz müşahidə edirik. Sizin də diqqətinizi çəkibmi bu? Çəkibsə, səbəbini nədə görürsünüz? Səbəbi apaçıqdır. Mən deyim. Deməli, siz ağaçlar quruyan ərazilərə baxın, həmən ərazilərdə torpağın qiymətinə baxın. Ki, burada bu quruyan ağacın yerində, burada torpağın 1 kvadratı və yaxud 1 sotu neçə olar? Çox qiymətli torpaqdır. Artıq
onu qabaqcadan düşünürlər ki, gətirirlər həmən o ağacın dibinə qaynar su, xlor, salyarka da dizel yanacağı tökürlər ki, bu qurusun. Sonra bir ildən gələn illərin mən burada alım pulum verim, deyim ağac satına gəlir. Orada bir iki dənə qurumuş ağacı var idi. Kəsib o bəzi, məsəl üçün bu qədim keçmişdən də belə idi ki, ağacın bir yaş dövrü var. O yaş dövrü çatanda quruyur. Amma biz gənc ağacların qurumağını görürük. Artıq bu bizim bu işbazlarmı deyim, nə bilim hansısa hansı pis məqsədlərləndir. Bu ancaq kənar müdaxilə sayəsində baş verər. Yəni təbiətin özündə, təbiətin özündə. Bax məsəl üçün Xəzər dənizinin kənarında götürürlər ağac əkirlər. Xəzər dənizinin dənizlə təmasda olan ağacın əkilməsi diqqət yetirilməlidir ki, bu ağacı dənizin duzlu suyu yandıracaq ya yandırmayacaq. Buna ziyan verir ya vermir. O, məsəl üçün, gətirirlər ağaclar əkirlər, görürlər ki, dəniz tərəfdən, Xəzri tərəfdən ağacın bir tərəfi quruyub. O ağacın yerinə, məsəl üçün, başqa ağac əkmək lazım idi ki, yəni, belə hallar bu boş şeydir. Yəni, bunlar təbii şeydir. Baxın, siz elə ağac əkməkdən danışdınız. Son vaxtlar müşahidə etdiyimiz bir mənzərə də var ki, kütləvi ağac əkmə prosesləri də baş verir. Həmin o salınan yaşıllıqlar ekosistem yarada bilirmi? Nə müşahidə etmişsiniz? Ekosistem, ağaclar ümumiyyətlə bizim ağciyərimizdir, düzdür. Amma Abşeron ərazisinin oksigeninin ən çox verən bizim Xəzər dənizidir. Biz Xəzər dənizini qorumalıyıq. Əgər oksigenin bol olmasını istəyiriksə, biz Xəzər dənizini qorumalıyıq. O deyirlər, brakonyerlik, balıq məhv olur, balığı kütləvi ki, artıq balıq azalıb. Xeyr, bu elə deyil. Balığı kökün kəsən qidasıdır. Balığın qidasıdır. Balığın qidası da yosunlar var. Dənizin dibində yosunlar, canlı orqanizmlər var. Onlar nəfəs alır suyun altında. Suyun altı da bir təbiətdir, yaşıllıqdır. Onlar havaya oksigen buraxır qabarcıqlar vasitəsilə. Balıqlar da unla qidalanır. Biz zavodun kimyasal maddələrin Xəzər dənizinə buraxanda həmən o yosunlar hamısı məhv olur. Balıq qida tapmır. O brakonyer deyirlər, biz gedək tor yox, nə salırsan, nə inirsən, millət bütün 10 milyon əhalinin sal dənizə ki, get balıq tut, o balığın kökünü siz kəsə bilmərsiniz. Balığın kökü kəsilir qida tapılmamağından. Qidanın tapılmamağının səbəbi də balıqlar suya zəhərli suların buraxılmasıdır. Kanalizasiya sularıdır, zavodlardan çıxan o zəhərli sulardır. Yəni, bunun qarşısı və dənizdən yadınızdadır, deyirdik, gedək dənizdən təmiz hava alaq. Mən də baxırdım ki, uşaq vaxtımdan danışırdım da, deyirdim, dənizdə nə təmiz hava var ki, dəniz, ağac yox, bir şey yox. Dənizdə yosunlar oksigen buraxır. Dəniz bitkiləri var, onlar hamısı oksigen buraxır. Yəqin ki, siz də müşahidə etmişsiniz, son vaxtlar paytaxtımızda Bakıda qarğaların sayı xeyli artıb. Bu hansı prosesin nəticəsidir? Heç xoş əlamət deyil qarğaların. Qarğalar o qədər zərər verici quşdur ki. Yəni, heç inandırım səni, ağcaqanadı necə baxırsınızsa, milçəyə necə baxırsınızsa, qarğaya da elə baxın da yəni. Artımın səbəbi bəllidir. Artımın səbəbi odur ki, bunlar üçün insanlar elə bir ki, münbit şərait yaradıb. Məsəl üçün, zibilxana poligonları. Qara qarğalar hardadır? Gündüz vaxtı gedin zibil poligonlarına baxın. Yəni, kütləvi şəkildə ora doludur, o zibil poligonları ora doludur qarğalarla. Bir dənə axşamlar gəlib çıxırlar dəniz qırağına. Mən belə müşahidə eləmişəm. Axşamlarda gəlib və bunların da orada nəslin törəməsi üçün, artması üçün faydalı münbit şərait var da, belə deyək. Kütləvi şəkildə mən Qurd qapısı tərəfdə də görmüşəm. Yox, çoxdur. Heç xoş əlamət deyil. Nəyə görə qarğalar? Qarğalar bütün quşların yumurtasında, balasında
Yəni çox zərər verən quşlar. Ona görə bu quşlar azalıb. Bəs nə? Bəs o quşlar gedir. Mən məsəl üçün öz həyatımda da göyərçinlər var da, çöl göyərçinləri yuva qurur. Baxıram ki, qarğa gedir, burnunu soxur, orada eşəliyir ki, onun yumurtasını tapsın, onun balasını yesin. Bir çox quşlar var, məsəl üçün ağvağdır, qarabatlağın özüdür. Bunlar məsəl üçün faydasız quşlardır. Bunlar ağvağ məsəl üçün quşun balaları ördəyin balası ilə qidalanır. Ördəyin balasını da yeyir. Düzdür, balıq da yeyir. Amma ördəyin balasını da yeyir. Yəni bu zərər verici quşlar kimi. Bunları məsəl üçün indi belə deyək də ov dövrü filanı var. Yəni bunlara məsəl üçün o qadağan olunmalı deyil. Bu keçsin dövlət də. Yaxşı, gəlin biz o qarğa məsələsinə bir balaca qalaq. Çünki məni düşündürən tərəfi bu oldu. Əgər zərər vericidirsə və bunların sayı artırsa, digər quşların da nəslinin kəsilməsinə və ya da ki, sayının azalmasına təsir edirsə, biz bunun qarşısını necə ala bilərik? Nə təklif edirsiniz? Qida. Görürsünüz, qida tapılmayanda yoxa çıxır da, bütün canlı yoxa çıxır. Məsəl üçün, evdir. Evində, üzr istəyirəm, su soğul var, sistem var. Soğul niyə var? Orada qidası var onun. Məsəl üçün, bu ağacın dibində zərər verici niyə var? Çünki ağacın kökündə qidası var onun. Yəni, qidanın qarşısını kəssəz, yəni o zibilxanaları, o zibil poligonların ləğv eləsəz və yaxud da onun üstünü bağlasaz, sözsüz ki, bunlar yavaş-yavaş nəsil artıra bilməyəcəklər, yavaş-yavaş uzaqlaşacaqlar. Artıq ölkə ərazisində bu qarğaları müşahidə eləməyəcək. Kənar müdaxilə burada effekt verməyəcək. Onu sən istəyirsən əl və götür, xüsusi təyinatlı dəstə düzəlt. Geçsin onları, qırsın, öldürsün. Yəni, heç bir faydası olmayacaq. Sadəcə olaraq qida. Belə də insan da belədir. İnsan bir məmləkətində, kəndində çörək tapa bilmir, gəlir şəhərə. Qidası yoxdur da, neynəsin yazıq? Çıxıb gəlir şəhərə ki, gedim görüm harada çörək və ya da burada tapa bilmir, gedir başqa ölkəyə. Yəni, belə də qida olan yerdə münbit şəraitdir, yaşayırlar. Qida yoxdursa yaşamırlar. Emin bəy, biz niyə təbiəti qorumağı öyrədə bilmirik? Yaxşı sualdır. O sualın cavabını mən özümdə axtarıram. Yəni, maarifləndirmək lazımdır. İnsanlarımızı doğru yola yönəltmək lazımdır. Düzgün olan, haqqı olan insanları düz yetişdirmək lazımdır. Mənim fikrim budur. Övladlarımızı pula, hərisliyi öyrətmək lazım deyil. Düz yaşamağı öyrətmək lazımdır. Mən bu günlərim həyatımı düz yaşayıram. İstəyir övladıma qarşı, istəyir ətrafdakı insanlara qarşı, istəyir ağaca qarşı, istəyir heyvana qarşı. Əgər bu ağac mənim yolumu kəsirsə, bu mənim gözümə girəcəksə, mən bu ağacı kəsirəm, atıram qırağa. Bildiniz nə demək istəyirəm? Bu duyuram. Bəli. İnsanları düzgün, bala, sən belə geyinsən, daha çox insanı cəlb eləyəcəksən, sən daha çox adamlarla ünsiyyətdə olacaqsan. Ay bala, sən filan yerdə filan işi görsən, orada variant bir hiylə işlətsən, daha çox pul qazanacaq. Belə şeylərlə övladların gələcəyini qurmaq olmaz. Ancaq doğru yol göstərmək lazımdır övladlara. Təşəkkür edirəm Emin bəy, minnətdarım maraqlı söhbətə görə. Mən də təşəkkür edirəm. İnşallah güman edirəm ki, faydam toxundu. Sizə çox dərin minnətdarlığımı bildirirəm. Çox şad oldum. İnşallah görüşərik. Əziz dostlar, hardan başlamalının bu dəfəki qonağı botanik Emin Xuduyev idi. Yenidən görüşəcəyik. Sağ olun.